Başladı. Hə. Başladı. Bismillah. Ölçü Əmniyyəti Tarixi abidə. 17-ci əsrdə Ulu məscid. Günbəzli məscidlər var idi. Deyirdi məlumatları yazırlar burada hamısı. Mən axırda da tarixi məscid olmuşam, adıma gəlmiş. Kimsə var. Aya Sofya'da olmamışsan. Olmuş onda, Ən yəni böyük deyirlər tarixi özümüzdə, Azərbaycanda. Etkili onun böyüklüğü və qədəminə görə məscid adamların ki, məscid divarlarında, tarix məscidlərində həkk edildi. 1617-1618-ci ildə inşa edildi. İllər. Meçidin qapısını açdım. Çox gözəl qədimiliyi var. Mənə gəl ki, videoda da aydın görsənir. Kənd əhli əllərlə gəldiyi qədər saxlaya biliblər. Burada gözləyir orada. Arkada qədim qəbristanlıq var. Geçer bura. Açıqdır. İndi Samir bunu tərcümə eləməyə çalışacaq. Girək Google Translate-lə şəklini seç. Bacara bilərsən? Sabahınız xeyir. Dünən saat axşam 12-dən yoldayıq. Qaxa gəlmişik. Sarıbaş kəndinə, əgər səhv demirəmsə. Deməli, gəldik, düşdük hal-hazırda Qaxdayıq. Belə bir meçidlə, əvvəl öncə çəkilişlər də gördünüz, köhnədir bir sandıqda. Uşaqların da orada maşını boşaldırlar. Burada bir fakirlər tapmışım. Fakirlər, yolda yemək yerlər. Balça yeyir. Hardan yoldun onu? Hardan? Azad bizim həyətindən toplamışıq. Yalan danışmıyor. Allah bütün həyətinə oğurluğa girmişsiniz. Biraz əliyəlilik var sizdə. Var. Danmıra. Dana bilmərəm. Buna bax, yeməyini qolunda gəzdirir. Buna bax, acdılar, fakirdir. Ay Allah, bunu 10 adam yedi. 10 adam. Mən yeməmişəm ona. Sən lazımdır. Sən də 11. Sən şirinliyin özündən də neyin sənə şirinliyi? Bugün Samir'in doğum günü. Hər yerdə. Baş bir təbrik. Bugün Samir təbrik edir. Sonra da mənim. Sen xərclənəcəksən. Bugün Samir özünə nə arzulayırsan? Sən nə olacaq olacaq. Bu nədir abi? Ne geç otur var. Ne? Bu da veştermiş. çörəkdir? Şöyle, bu gürcü çörəyi də. Bizə yeyiblər. Demədim yemeyin. Ne üzdü uşaqlar sizə? Mən deyirəm yemin yeyirlər. Qanunlar nə üçün pozulsun? Bizim qaxa xoş gəldiniz. Ha bizim Sarıbaş sabda. Ay, o nətər yeyirsən, qutarmır bu ayaqlarla. Vallahi. Bərəkətli çıxdı. Mən yarısını yedim, yarısını o xəbəri yoxdur. O şey də, Səfər də yemişdi onu. Belə qıyvat kimi çıxmasın. Bıkmışım bunlardan. Bıkmışım. Var deməsi. Bunlardan dedim. Sen busan? Yox. Sən belə. Mən qətiyyən. Qətiyyən. Gitsəydik. Bunlar mənəm. Bak gördün buradan keçdim. Sen de dövsən. Bir şey açıqlama vermək Nə istəyirəm. istəyə bilməm. Bu Mən sən məsələnin sağlamsan. axır nöqtəsi. Charlie. Знаешь Charlie? Da, Charlie. Və biz onun mələkləriyik. Angel.
Başa düşsən? Angel. Ben Mən Azərbaycanca danışa bilmir. Ya говорит по-русски. Deyir bir kızdan kirə gedir. Mən sazımızı danışamıram, qaldır üstündə danışım. Bu da hicran. Yaxşıdır, əla, super. Okey, okey. Qəşəng. Saxla. Yaşlan, ehtiyatla. Düz nəyə deyirlər? Neçədir pomidor? Pomidor neçədir? Maşallah sıldı. Ay şimdi az bu sırkaların artık çıkıyor. Benim göğüm. Hadi hadi ya. Aa. Ha bak. Şerbet ne versin sen orada? Kız orada sürüm çəkir, mən də deyirəm Noraylı sana. Qaytaracaq abra. Gəlin biz götür. Sonuna kadar. Əli gidə mən bunu qalxa biləcəyəm. Qalxa bilməyəcək. Neynən də? Qədimi kənddir bura. Biz o yollardan gəldik. Bura bak, sağ. Buranı çək. Çox qəşəng. Uşaqlar, toklardan Yaşayış var burada. var, az ailə var. Gördüğünüz gibi çok az aile yaşıyor. Uyuşma. Ya şu tezerik. Postlarına fırlık edecek. Ben gezmek istiyorum buralar. Setdə olun bilələr. Uşaqlar, Demiyorlar ki çok az aile var burada. Yaşayış yoktu. bu evlərin əksəriyyətində yaşayış yoxdur. Deyirəm də. Sadəcə ot basmış həyətlərə girməyin. İlan ola bilər. Hə? Burada quracaqlar, çadırlar. Sadəcə kəndə gəzişməyə çıxanda həyətlərə girməyin. Kızlar necəsiz? Qura bizdə çadırı. Sağ ol. Bu kimin villasıdır? Cinaz yaxşıdır qurmusan ha. Deyə yenə çabalayır. Aa, yo, yaxşısınız. Şişitmə yataq. Sağ olsun mən. Şişmir. Sən almısan onun üçün? Hə? Onun üçün almısan sən? Hə, halal hümmət pulu mənə. Halal puluna. Baxın uşaqlar. Bu şəkildə də doldura bilərsiniz. Və havalandırma bürosu ilə də gördünüz bu şəkildə. Havalandırma için nasos artık yetiyor da sunkada. Məncə də. Selamat. Bunun xarab olma ehtimalı var mı? Yok. Mümkün değil. Bu şişmir. Düz eləmirsən çünki. Qapağı bağlıdır, necə şişsə? Açırma. Geri çəkə bilərsən. Mən Uşaqlar biraz geri çəksəniz. Fransız əhli deyə bu var. Qardaş, mənim kanalımda məşhur olan insanlar sizsiniz. Mən deyiləm. Nətər olur o? Fransız əhli. Mənim kanalımda məşhur olan insan sənsən. Mən niyə deyiləm? valla çöldə çox adamcı tanımağa başlayır. Mən qorxuram. Uy. Bəlkə məndə yuxarı vurum hə. Nə deyirsiniz?
Bəli, sən bunu bacardın. Aba, sevdim eşi. Az üzümü qaytar. Cəhərli getdi. Nasıl? Nasıl nedir? Sen ifşa yemek. Oğruğa girmiyorlar buraya. He. Demək bizim bələdçi İftixar bizə adrenalin yaşatmaq üçün çadırın bir çadır belə qurulub. Aparır bizi hər hansı bir tərk edilmiş məktəbə. Ümumiyyətlə bu kənd tərk edilib. Adrenalin yaşatmağa. 7 ailə yaşayır bu boyda kənddə. Yəni hər bir yer belədir. Bayaqda itirirdi o tərəfdən. Dostlarımız sizin üçün bir dənə 2 mərtəbə açıq balkon kirayə evi təqdim edirəm. İstəyən varsa çox ucuz qiymətə. Bir evi satdım. Bibi de başlayır oynamağa. O bibi bizde macamdı. Məncə bağlıdır. Aha gidiyor. Şuran tarafa gidirik. Şuran tarafa aparırız. Açarız. Benim məktəb dönəmində sözdü. Açar məndədir. İftixar nə vaxtdan tərk edilib bu məktəb? Məktəbin gibi sağdandı. Az balasına bak bunu. Balasına iki gözü var. Ay açık diyor. Açıqdır. Gəlin, gəlin. Mən qorxmuram, gəlin. Sen korkmuşsan biz korktuk. Hə? Kənd qardaş sehirlidir. Sehirli kənddir. Tərk edilmiş məktəb. Tərk edilmiş məktəb burada. İndi biz burada nə yaşaya bilərik bilmirəm. Amma bağlıdır. Ruhlar bağlayıb. Gəlirmi? Abi ye bu tarafa gel lan. Sıralayaq da biraz. Sıralayaq biraz. Qismət olma. Amma bugün bura girmə axşam da olsa qismət olacaq. Paylaşacağım. Biz bura öz xoşumuzda deyil. Sevərin təkidi ilə gəliblər. Ben yazdım. Buranın kənd bildiyin köhnədir də yəni. Bildiyin kənd köhnə kənddir. Çox ev tərk edilib, yoxdur. Deyir burada 7 ailə yaşayır ümumilikdə. Görürsünüz. Biz bu evləri bir-bir cazı evlər gəzə bilərik. Özü toplu surətdə gedib hamı bir-birinə kilitləşib bir də neysə olar. Çax var, çax satırlar. Dədə baba dövründən qalmadı da. Daş dövründən, neolit, neopolit dövründən qalmadı. Heç deyirmisən onu sən? Bir kirişkənliyi var. Zaten bokun bokundayız. Bana eski tutarlamışız. Buranı rastlamış kazabiliriz. Bildiyin kəndi gəzdik. Çox bəyəndik. Və qərar verdik ki, burada qorxu filmlər çox çəkmək lazımdır. Yəqin ki, bu
gözəllik mənim dediyimi təsdiqləyər. Yəni bir dəfə də gəlib gəzə bilərəm, çox xoşum gəlir. Kəndin qədimiliyi möhtəşəm, amma çox evlər tərk edilir. Yox. Buradan bir ırmak gölgeleri sığınca biz ikimiz kalsak yıldızların altında yanmam gönlüm yansa da eceli beni alsa da gözlerim kapansa da yıldızların altında yüksek gözlerim kapansa yıldızların altında yanmam Bu yağışda İftixar ocaq qalamağa çalışır. Yandı İftixar. Valla oldu sənəm. Bir dənə yağış yağır. Amma biz birazdan bu çayı keçməliyik. Amma bu yağış necə keçəcək onu da bilmirik. Azad da çadıra yığmağa çalışır. Vəziyyət necədir? Əla. Yağışın musiqisi altında. Bunlar onu fikirləşmir amma. Gəlir. Sağ ol. Gəlir. Çadır verdin ha. Bir dənə. Həmişə kimi yenə yağışa düşdü. Amma olsun. Bunun özü də bir zövqdür. Səhər asılanan bugün deyil. Ona görə heç bir video çəkməmişəm səhər. Çəkə bilməmişəm daha doğrusu. Duman, sis, düz bura qədər göz gözü görmürdü. 1 metrəyə qədər gəlmişdi o dərəcədə. Bu da təsir eləmir, yəni deyim. Ona görə açmışam. Məndən İşte belə pis məndən. Azad orada rahat çıxacaq. Hazırsınız? Hazırsınız? Yox! Hazırsınız? Yox! Yanında belə səs çıxıyor. Şu anda deyil, burada deyil. Ben yerim. Çok az kaldı. Hə. Oo. Yo. Öldü var döndü yoktu. Düz çəkilişdə oturdun ha. Niye? Sayını tutmuşuz. Onda sayı... Azad, ne olur? Gelirəm. Şuri bizdə. Yo. Çəkilişə çıxar. Kameranı ver. Yəni ki, bu kəndin buraya namada. Duman peşəklər. Bu anı hər saat görmək olur. Azad belki probe eləyəsən. Gəldi abi ama uşaqların çoxu çıxmadı. Bəzi yarı-yarıya çıxırıq uşaq. Sumq qala. XV11. Prosta bu da nə ilə məşhurdur? Müdafiə məktəbi. Polat Bülbüloğlu'nun çekildiği film burada çekilir. İmam Şeyh Şam'ın müritleriyle. Burada olur. Hacı Murat da başka. Ha. Birisi Sultanı. Onda qala belə olub bax. Samir. Bax, qala belə olub. Müdafiədir. Arasından çay keçir. Hə də, qala belə olub. Bu qüllədir. Bu da Yoxdur axı ora desən, bu yoxdur. Soruşar. Bir şey arasın. Aslında o gəlib danışmalı değil. Pul vermiş. Gəlsin danışsın da.
Neyse bozarsa ben de dövləş istəyim. Evet, iki biz ne? Peki uşaq nə bilir? İşyəndə bir baş. Niye bir şey oldu? Sandan səni görəm. Əl işləri falan. Kendi ait bütün tarihi ne varsa hamısı var da burada. Bunlar remontlardı. Səhənglər. Əsl kamplıq. Balaca. Samir əsl kamplıq budur bax. Çönəmin altına sar. Əsğər. Üzerine demir fincan. Kodlaşır. Paltarını ver. En yaxşı, en yaxşı o eləyir. Birim kimsə var orada. Şimdi yola bakıyor. İkinci bakalım. Kahraman şəhidlərini yaxşı soygun. Kozal. Kozan soygunun buranın adiyatı. Ben de bilmem. Ben kozaldanım bu arada. Haberiniz olsun. Yox, yəni o Yani mövzuya adiyatı yok. Yok. neçənci əsr? Qayçı, 19-cu əsr. Ancaq 19-cu əsr. 15, 16. Köylüye bir sultanlık değil aksan. Ha, ona göre. Bu bizim gittiğimiz yer değil. Sonra Kuba Hanlı. Diya, yüzdü. Hadi yazım. O gün gittiğimiz meçit değil bura. Dünən. Mehter. Ha, diya hemen o kino. Qorxma ben seninleyim kino filmi çekeceğim. Kendine hoyluq başqaları. Hemen o. Salamünaleyküm. Anladım. Mən lap yuxarı çıxacaq şey var, yuxarı baxmağa. Bir buradan da bakabilirsen çık. Bax burada elə görsədir, üstü var. Buradan, oradan da gelirsen. Ha, Şunu olsa şimdi iyi dedim fark. onu deyirəm də. Nasıl ekran çekiyor burada? Bu aşağıda şey gösterir. Burada bir de sahil o tarafında diğer mesele gösterir. O bağımlı yoksa durur. Yok var. Dağın üstündedir de. Dağın üstünde değil. Onu marketlere gelirler yani. Ama bu dağın üstünde kalasa. Sökülmüyor. Hala durur. Var ya. Ama burası kimi alıyor? Değerli. Yok. Buradan da çıxış var, yuxarı. Burası bu istihdeden kalır. Ağız yaxşı nehrələsə. Yaxşı. Nehrələsə. Nənəm örgətməyib ağız səni.